alacan qat. Qaynat o Ərvin qıxmıqlarının sözünü götür, onun sözünü götür, bunun sözünü götür. Axşam da oturursunuz 5 dəqiqə dalazı yerə qoyub mənə baxırsınız. Mən də durum burada zırıl-zırıl ağlayım, gic-gic danışım. Xoşdur sizə. Siz də könlünüzü açmaq istəyirsiniz də bacı qurban. Danışırıq da indi oradan buradan. Durum sizə dərddən sərdən danışan deyiləm ki, bacı qurban olsun sizə. Hə. Çox sağ ol. Əliyeva, təşəkkür eləyirəm. Can, qurban olaram. Allah razı olsun sizdən. Elə mənim özümdə, valla. Bax, tezdən evə çıxmışam, indi gəlmişəm. Tezdən evdən çıxmışam. Bax, indi gəlmişəm. Tezdən durdum. Yalandan bir yalandan ortalığı yığışdırdım. Yaxalandım, evdən çıxdım, getdim Günel ticarətə. Günel ticarətdən çıxdım. Getdim Nərmanova, saç qaynağı reklamına. Oradan çıxdım, getdim Salari reklamına. Salari reklamından çıxıb, indi də evə gəlmişəm, bacı. Gör saat neçədir? 9-a işləyib 4 dəqiqə, mən indi gəlmişəm. Tezləndən də evdən çıxmışam. Küçələrdə elə ancaq. Ora qaç, bura qaç, ora qaç, bura qaç, ora qaç, bura qaç. Çox sağ olun, ürəyim. Allah hamımızın ruzusunu versin. Hamımızın ruzusunu versin, hamımızın. Allah hər birimizin üstündə dursun, arzularımıza çatdırsın. Heç vaxt ağlama, gül, danış, Can, çox sağ ol. Amin inşallah, Can. Hə, qızlar, həqqi deyirəm, vallahi həqqi deyirəm. Bu, az həqqi deyirəm deyəndə zehin və bədən gəldi. Andola Allaha. İnci mətbəxi, əleyküm salam, ürəyim, görməmişəm, üzürlü say. Niyə? Hər gün salam verirsən, salamı da alıram da. Buradan səsləndiyim xam, Allah mamama rəhmət eləsin, bacı, çox sağ ol, ürəyim. Zehin və bədən, xoş gəlmişsən həyatım. Necəsən, ürəyim? Gül xanım da oturub dilənir. Allah kömək olsun, bacı, nə deyim? Mən nə deyim? Mən gör nəsə desəm, siz nəsə eləyəcəksiniz? Yox. Neyimə lazımdır? Hər qoyun, lor dilində deyim, hər qoyun öz əyağından asılacaq. Hərənin nə qədər günahı varsa, heç bir qonşu, qohum, övlad, ana, ata gəlib onun yerinə günahların yumayacaq o bir dünyada. Hər qoyun öz ayağından asılacaq. Yəni, heç kimin günahı bizim üstümüzə, bizim də günahlarımız onun üstünə yazılmayacaq. Ona görə neynir Allah özü kömək olsun. Nə deyim, bacı, qurban olsun. İncinin mətbəxi nömrəsinin yazında. Mən nömrə bilmirəm, ürəyim. Özü deyib, burada olur. Tez-tez burada olur. Söhbət nədən gedir? Valla adam onu yaşayır. Nəyi aşkım? Qızlar, bacardığınız qədər ekranları tıklayaq bir də. Günel ticarətdə işləyirəm, ürəyim. Günel ticarət mərkəzində işləyirəm. Demirəm, oradan gələm. Qaralmışam, qızlar. Qaralmışam mı, qızlar? Qollarım belə qaralmışam deyən Allah arıq görsənir. Zaten arığam. Qollarım da qaralmışam deyən vapşı arıq görsənir. Əyaqlarım da qaralıb. Çox gözəl qaralmışam deyən görsədim bir dənə. Əyaqlarım da qaralıb, qızlar, çox gözəl qaralmışam, deyəm, baxın, çox gözəl qaralmışam da, yəni. Həm qaralmışam, həm arıqlamışam, həm qaralmışam. Arıqladıqca da daha çox uzaqarlı makyaj eləyirəm, olmuşam qapqara qız. Burada yazırlar ki, dodaqların səliqəyə düşüb, dodaqlarım əriyib də, ürəyim, əridirəm dodaqlarımı. Burada yazırlar ki, səni gördüm, qara cıqqılı qızsan. Hə, özümü qaraldıram, arıqlamışam da, lap bir dənə qara olmuşam. Bir tikəsən, Can. Yeyə necə arıq qalırsınız? Onu da Aytaç xanım bilər. Yəni, mən indi durub onun haqqında danışsam ki, Aytaç xanım məni necə arıqladır. Mən nə yalan deyim ki, cəmatın çörəyinə bahis olan deyiləm axı. Amma belə arıqlamaq istəyirsinizsə, qoşulub arıqlaya bilərsiniz. 7 kilo arıqlamaq üçün kömək edində effekti olsun. Ay ürəyim, valla effekti olsun deyəndə %100 garantili şəkildə sizi arıqladır Aytaç xanım. Aytaç xanım indi gəgin gələcək, çıxıb buradan. Hə, kaş ağarma prosedurudur. Az ağarmağını ağarırsanız, az mən qaralmaq istəyirəm. Ay bacı, qaralmaq. Mən ələ qolumun altı qaralmır, bacı. Baxın, qolumun altı necə ağabbaq qalıb. Hələ mən qolumun altını qaralda bilmirəm.
Amma mən ağ sevmirəm də. Kaş ki mən qara da olardım. Qapqara olardım, qapqara. Mən qarayam, ağarmaq. Az yox, ağ nədir? Qara yaxşıdır, qara, qara. Niyə sabitlənmir ki? Bir dənə yaz görün bir şey. Bir dənə bir şey yaz görün ürəyim. Hə. Bir dənə bir şey yaz görün, mən səni sabitləyə bilirəm. Vüsü, sabunçuda sabah endirim var. Bilmirəm ay ürəyim. Sabunçuda ayın axırına qədər endirim var idi da. Lazer olursa salariyaya gedəndə ləkə salmır ki, yox ay ürəyim. Ləkə salmır. Niyə ləkə salsın? Ağarmaq üçün neyə bilər? Ağarmaq üçün bilmirəm aşkım. Ağarmaq üçün bir. Uşağın hardadır deyə yemək yeyir. Bacı yanımdadır. Biri öz otağında, o tərəfdədir. Biri də burada yemək yeyir. Uşağımı nə edirsən bacın qurban olsunsa? Hə? Niyə qara istəyirsiniz? Nə bilim bacı, qara sevirəm də. Qara insanı daha gözəl görsədir. Elə düşünürəm ki, qara qızlar ağ qızlardan daha gözəldir. Mən elə düşünürəm. Çünki mənim özüm çox ağam. Meyit kimi ağam. Ona görə. Sizi canlı gördüm. Çox zərif, qəşəngsiniz. Çox sağ ol. Yox, hayırəm, yazdığımı görmürəm. Az yəqin İnci mətbəxi də yazır, onu da görmürəm. Deyir, mən salam verirəm, salamımı görmürsən. Yox, görmürəm, ay zehin və bədən. Yazdığın düşmür, ürəyim bura. Saləri ziyandı axı. Yox, aşkım, ziyan zat deyil. Nəyi ziyandı ki? Qara insanın şikarını görsədir, hə, qara qızlar gözəl olur. Çox sağ olun. Az mənə qara olmaq yaraşır. Mən qara olanda çox gözəl görsənəm. Nə bilim, qaranı sevirəm də. Nöqtə qoyun düşəcək. Deyir, yazdıqlarıma nöqtə qoy düşəcək aşkım. Deyir, düşmür. Doğrudan. Hə, deyirəm axı, nəsə olub. Ayrəm, bilmirəm. Gəl onda canlıya. Canlıya qoşul. Hə, biz də görmürük. Doğrudan. Deyir, ağ kişmişi yeyirlər, qara kişmişi cibə tökürlər. Deyir, gəldin. Deyir, ağ kişmişi yeyirlər, qara kişmişi cibə tökürlər. Ay qız, uşaq vaxtı deyirdilər ki, nə deyirdilər? Deyirdilər ki, deyən nətər deyirdilər, ay Allah. Ay Allah, deyirdilər, ağ kişmişi cibə tökürlər, qara kişmişi, yox, ay Allah, nətər idi, qara kişmişi yeyirlər, ay Allah, nəsə bir dənə şey var idi, yadımdan çıxdı. Hə, ağ ayran iti atırlar, hə, nəsə bir şeydir. Hə, mən də deyirdilər ki, qara kişmişi yeyirlər, ağ ayranı iti atırlar. Mən də deyirdim ki, ağ ayrandan yağ çıxar, özüm ağ idim axı. Deyirdim, ağ ayrandan yağ çıxar, qara kişmişdən qurt çıxar. Mən də elə deyirdim, uşaq vaxtı ağ idim də ona görə. Deməli, gözəl və dəyərli izləyicilərim. Mən artıq neçə aylardır ki, Aytaç xanıma qoşulmuşam, Aytaç xanımla birlikdə arıqlayıram. Və bu Novruz bayramından çıxmısınız, Mən bilirəm ki, o şəkər bulaları, paxlavaları ötürmüsünüz içəri. Ney var kökəlmisiniz? Qarnınız, qaltavız, qıçınız, qolunuz, hamısı şişib naboydadır. Bacı qurban olsun, qabağa yay gəlir. Elə gözəl kolleksiyamız gəlib ki, günel ticarətə. Kətan donlarımız, kətan ikili dəstlərimiz. Bax, bunları geyinmək üçün arıq olmaq lazımdır. Ən azı kilolarınızı verməyiniz lazımdır. Bunun üçün nə etmək lazımdır? Zehin və bədənə qoşulursunuz, yeməyinizi azaltmadan. Necə deyərlər? Yəni, nə yeyirdinizsə gündəlik onları yiyərək, heç bir diyeta növü etmədən, heç bir arıqlama çayından istifadə etmədən, heç bir arıqlama kofələrindən, şokoladlarından istifadə etmədən, detoks çaylarına istifadə etmədən bir aya 10 kilo %100 garantili şəkildə sizi arıqladıram. Necə? Aytaç xanıma qoşulara. Bax, qızlar, mən özüm Aytaç xanıma qoşulmuşam. Burada mən ola bilər ki, kök görsənim, qızlar, ola bilər. Qızlar, nə olar? Bir dənə ekranları tıklayaq. Bir dənə bacardığınız qədər ekranları tıklayın. O necə olur? Dietasız, kofesiz bir aya, indi ben burada giz yazmayın. Ay şortik geyinib, ay nə bilim nə geyinib. Belə şeylər yazmayın. Bacım, mən buyam.
Məni belə izləyirsinizsə, izləyin. İzləmirsinizsə, atın bloka. Mən şortik geyinirəm, mən göbək açıq geyinirəm, sinəsi açıq geyinirəm. Bacı, məndən xoşunuz gəlmirsə, atın məni bloka. Xahiş edirəm, orada boş-boş yazmayın. Çox xahiş edirəm. Nəysə qızlar, mən özüm diyeta ilə arıqlaya bilməzdim. Nəyə görə? Çünki mən ac qala bilmirəm. Ac qala bilmədiyim üçün, diyeta saxlaya bilmədiyim üçün, əlim ayağım, qıçım qolum əsdiyi üçün, təzyiqim düşdüyü üçün mən diyeta saxlaya bilmirəm qızlar. Özümdən asılı deyil də, neyim ay bacı, bacarmam diyeta saxlamağı. Mən neynədim? Götür də götür. Mən neynədim? Götür. Mən neynədim? Gözəl və dəyərli izləyicilərim. Mən qoşuldum Aytaç xanıma. Aytaç xanımla birlikdə arıqladım. Özü də necə? Yemək yeyə qızlar. Tez gir, mən girəcəm. Yarım saatlıq burada işim var, girəm mən. Hə. Hə. Nəyə? Bu dəqiqə heç nəyə baxa bilmirəm. Başıma bir dənə bax. Hə. Mən girəcəm sonra. Mən gedəcəm çünki. Hə. Deməli, gözəl və dəyərli izləyicilərim, bax, Aytaç xanımın səhifəsi yuxarıda qeyd olunub. Əlaqə saxlayırsınız Aytaç xanımla. Mənimlə birlikdə, əgər istəyirsinizsə mənimlə birlikdə arıqlamaq, qoşulursunuz, mənimlə birlikdə arıqlasınız. Bax, mənim səsimi qayd eləyin qızlar. Bax, gör necə əminliklə deyirəm. Mənim səsimi qayd eləyin. Necə, mənim səsimi qayd eləyin qızlar. Bax, mən sizə %100 qaranti verirəm ki, bir ayın içində, bir aya 10 kilo çəki atacaqsınız. Evdən yeyirsiniz, əlavə ərzaq almırsınız, evinizdə nə var onu yiyin. Bax, sup bişirmişsiniz, sup yeyirsiniz. Xiyar pomidorunuz var, pendiriniz var, yeyirsiniz. Kərə yağı, nə bilim, təndir çörəyi, zavod çörəyi, lavaş, nə bilim, şirniyat, tort, ürəyiniz nə istəyir, yeyirsiniz, arıqlayırsınız. Deməli, marafona kimlər qoşula bilər və kimlər qoşula bilməz? Yataq xəstələri marafona qoşula bilməz. Gözəl bacılarım, yataq xəstələri qoşula bilməz. Kişilər qoşula bilməz. Bu 2 nəfərdən başqa hər kəs qoşula bilər. Hətta yeniyetmə uşaqlarımız qoşulub arıqlaya bilər. Deməli, bütün xəstələrə Allah Taala şəfa versin. Xərçəng xəstələri qoşula bilər. Zobu olanlar qoşula bilər. Şəkəri olanlar qoşula bilər. Böyrəyi xəstələr qoşula bilər. Hamilə xanımlarımız qoşula bilər. Yeni doğmuş mamaşalar qoşula bilər. Ondan sonra ən önəmlisi aybaşı olmayan xanımlarımız qoşula bilər. Allahdan qorxun, yalan deyir, özüm xanımam. Gözəl bacım, mən deyirəm ki, mənim səsimi qayd eləyin. Bax, mən deyirəm, mənim səsimi də qayd eləyin. Bax, bu dəqiqə mənim səsimi qayd eləyin, saxlayın özünüzdə. Aytaç xanımın dediyini birə-bir yerinə yetirən xanımlara söz verirəm ki, qaranti verirəm ki, bir ayın içində 10 kilo çəki atacaqsınız. Məni canlı görmək istəyirsinizsə, mənim necə arıqladığımı görmək istəyirsinizsə, sabahlarım gəlin Günel Ticarətin Əzaslanı filialına, canlı məni görün. Heç bir kofe içmirsiniz, heç bir arıqlama çayı, heç bir diyeta eləmədən %100 garantili şəkildə arıqlayırsınız. Qiymət hal-hazırda 100 manatdır. Amma imkanı olmayan şəxslərə, həqiqətən imkanı olmayan şəxslərə 80 manatdır. Amma yalandan imkanım yoxdur, buradan qırızı sallayıb imkanım yoxdur deməyin də, Allah göydən baxır. Gəlin, baxın, görün. Qızlar, məni canlı görənlər, çox xahiş edirəm, yazsınlar. Mən hal-hazırda ekrandan göründüyüm kimiyəm, yoxsa bundan arığam? Məni canlı görənlər var da burada, düzdürmü? Arıqsız. Çox sağ olun qızlar, Allah razı olsun sizdən. Allah canınızı sağ eləsin. Düz danışdığınız üçün Allah sizə kömək olsun. Allah sizi pənahında saxlasın. Amin inşallah. Arıqsan, cıqqılı xanımsan, görmüşəm, arıqsan. Bax, qulaq asın, diqqətlə qulaq asın. Qızlar, məni havayı eləyir, axı sözü yoxdur. Təbii ki, mən xanımı reklam eləyirəm, təmsil eləyirəm. Reklam eləyirəm deməyək. Təbii ki, mənə belə çıxmasa, mən pulumu alıram, təmsil eləyirəm. Amma mən yalandan təmsil eləmirəm. Mən göz qabağındayam. Siz məni canlı görürsünüz. Mənim əvvəlki videolarıma keçid eləyin. YouTube'da da baxa bilərsiniz, Instagram'da da baxa bilərsiniz. Mənim 6-7 ay bundan qabaqki videolarıma baxın görək. Mən indiki kimi arığam mı? Yox.
Təbii ki, yox. Instagram hesabımdan baxa bilərsiniz, YouTube'dan baxa bilərsiniz. Ümumiyyətlə, YouTube'a kanvus vurun, girin baxın. Əvvəlki videolarımın səhifələr paylaşıb. Girin görün, mən necə buralarım, çiyinlərim, qollarım necə toppuşdu, necə kökəm. Diqqətlə baxın. Mən indi çox arıqlamışam və arıqlama səbəbim isə Aytaç xanımın marafonuna qoşulmağımdır. Məni neyinirsiniz? Mən pulsuz qoşuldum, pulla qoşuldum. Siz sonuca baxın. Mən arıqlamışam mı? Arıqlamışam. Bəli, mən əməliyyat olmuşam. 2023-cü ilin oktyabrın 13-ü məni doktor Elçin Zodan əməliyyat edib və mən buna heç vaxt danmamışam. Amma məni arıqlatmayıb, məni figuraya salıb, belimi incəldib, yançaqlarımı irildib. Mən qollarımı liposaksiya eləməmişəm, mən ayaqlarımı liposaksiya elətdirməmişəm, mən boğazımı liposaksiya elətdirməmişəm, qabırğalarımı liposaksiya. Mən arıqlamışam, qızlar, arıqlamışam, başa düşürsünüz? Mən belimi incəltmişəm, bəli, əməliyyat olmuşam, həkimimdən də %100 razıyam. %100% razıyam. Mənim həkimim bir nömrədir. Sima göz qabağındadır. Deyirdiniz ki, Sima niyə qoşulmur? Simanı niyə arıqlatmır? Sima görün necə arıqlayıb. Mənim dayım qızı Sima. Nəcəfova Sima. Girin səhifəsinə baxın. Görün Simanı necə arıqladım. 80 kilo 100-dən Simanı arıqladım. 68 kiloya düşürdüm. 68 kiloya 25 günə. Yəni ki, Aytaç xanımın dediklərini eləsəz, bir ayın içində %100 garantili şəkildə 10 kilo arıqlayacaqsınız qızlar. 10 kilo. Özü də garantili şəkildə. Süper olub Sima. Bəli qızlar. Aygün xanım Aygün xanım axıra qədər qoşulmayıb. Heç bir həftə qoşulmayıb o xanım. Ödəniş nə qədərdir? Ödəniş hal-hazırda 100 manatdır. Qalıcı şəkildə arıqlayırsınız. Buraxandan sonra da kilovuza kilo qatmırsınız. Narahat olmayın qızlar. Qalıcı şəkildə evinizdə nə bişirsə, ayrı yemək bişirmirsiniz, ayrı çay dəmləmirsiniz, kofe içmirsiniz. Ay bacı, bir aya 100 manat. 100 manat çoxdur deyənlər, sizə səslənirəm. Gün ərzində 100 manatı milyon yerə xərcləyirsiniz. Canınızdan artıqdır. Az gözəl görsənəcəksiniz də. Az geyindiyiniz yaraşacaq da sizə. Necə gözəl olacaqsınız, arıqlayacaqsınız, gözəlləşəcəksiniz, cavanlaşacaqsınız, üzünüzə nur gələcək, cavanlıq gələcək, gözəllik gələcək, cazibə gələcək. Bu sizə bəs eləmir. Güzgüyə baxanda özünüzdən belə özgüvən artacaq, özgüvən tavan. Mən əynimə paltar geyinəndə, arıqladığımı hiss eləyəndə, mən istər-istəməz anlıq da olsa xoşbəxt oluram. Anlıq da olsa xoşbəxt oluram və mən bunu Aytaç xanıma borcluyam. Aytaç xanım təkcə sizi arıqlatmır. Aytaç xanım psixoloji sizə dəstək də olur qızlar. Xanımın özü psixoloqdur. Psixoloji sizə dəstək də olur. Gözəl və dəyərli izləyicilərim. Bacı söhbəti dəyişdən olar. Ay ürəyim. Bax, deməli, mən neçə vaxtı, bu Caviddir, Cavidandır, Cafqadır, nə zibildir, onu atında bloka nə olar. Bu payız küləyi var, onu da atında bloka nə olar, xahiş edirəm. Rədd eləyim, buradan geçsin, düşüklərim mənim səhifəmdə yolu yoxdur. Neysə, atdığı sən. Deməli, qızlar, Aytaç xanımın səhifəsi yuxarıdadır. Aytacım, qoşulmaq istəyirsən? Aytaç xanımın səhifəsi yuxarıdadır, gözəl və dəyərli izləyicilərim. Əgər siz də artıq çəkilərinizdən azad olma, bacı qoşulacağım. Qoşul ürəyim, bax mənim bu dəqiqə danışdıqlarımı istəyirsən qaydelə saxla özündə. Bax mən sənə yenə deyirəm, mən sənə %100 garanti verirəm. Aytaç xanımın dediklərini birə-bir eləsən, bir ayın içində 10 kilo çəki atacaqsan. Birə-bir yerinə yetirsən, bir aya 10 kilo çəki atacaqsan. Gözəl bacım, inan mənə, mən sənə %100 garanti verirəm. Bax, birinci buralarından arıqlayacaqsan, ən birinci, bax, mən ən birinci arıqlamam bax, buradan gedir. Bir bu hissədən gedir, bax, buralardan. Bir də bu hissədən gedir. Sırası incəlmə gedir. Nə olar, oxu da, valla yazdıqlarınızı, gördüklərimi oxuyuram. İncəlmə bu hissədən gəlir. Yəni, beliniz incəlməyə başlayır. Sonra qollarınız incəlir. Sonra bu hissələriniz. Yəni, demək olar ki, hamısı eyni qaydada. Prosta ən çox hissə olunan yer, bax, bu hissə olur. Qarın hissəviz, mədə hissəviz olur. Çox qəşəng arıqlayırsınız və incəlirsiniz. Gözəlliyinizə gözəllik. Mən sizin gözəlliyinizə şübhəm yoxdur, qızlar. Bax, baxımlı olmaq,
o demək deyil ki, çimirsən, təmiz olursan, nə bilim, baxımlı da, yəni bu o demək deyil. Arıqlamaq da özü baxımlılıqdır. Yo, qarnında sallanma niyə olur? Mənim qarnımı görməmişsiniz, tüppələm düzdür. Yox, aşkım, qarnında sallanma zad olmur. Yəni, baxımlı olmaq, yəni zərif olmaq. Yəni, təkcə çinmək, Rexona vurmaq, duxu vurmaq demək deyil. O təmizlikdir. O təmizlikdir. O tamam başqa bir şeydir. Amma baxımlı olmaq, pastayan qaydada olursan, güzgüyə baxanda özündən zövq alırsan, özün, necə deyərlər, qürur duyursan özündən. Nə bilim, mən eləyəm deyənə, fikirləşirəm ki, qadınların 99% elədir. Düzdürmü? Qoşulacam, qoşul ürəyim. Nə bilim, mən özüm eləyəm ona görə də, bilmirəm, bəlkə siz elə deyilsiniz. Məsələn, yol gedirəm, mağazanın güzgüsündən özümü görürəm, o şeydən də, şüşəsindən. Özümü görürüm, sırazı özümü dikəldirəm, belimi belə gəzirəmsə, sırazı dik gəzirəm, sırazı belə qolumuz adımı belə eləyirəm, saçımız adımı düzəldirəm, sırazı özümü şey eləyirəm ki, görüm qıraqdan necə görsənəm. Özümdən asılı deyil o mənim. Yolda mahnı gedir, yəni belə fit görsənirsən də, elə bilirəm ki, o mahnı mənə üçün yazılıb. Bilmirəm, bəlkə də mən eləyəm ona görə. Hə, deyir, arıq olanda cavan gör. Əlbəttə ki, arıqlıq insanı cavan görsədir, gözəl görsədir. Sizin ürəyiniz çox təmizdir. Çox sağ ol, qurban olum. Allah razı olsun. Ay bacı, başva dönərəm sən, arıqlığa nə pul ay bacı, 100 manat verəcəksən, 10 kilo çəki atacaqsan, olacaqsan gözəl, biraz da evdə nə bilim çimib eləyirsən, Rexonavı, duxuvu, muxuvu, bir damcı brava allıq vırırsan, olursan baxımlı da, qurban olum. Gərək bu boyda dırnaq qoyub baxımlı olasan, dırnaqlarını içərdən özünü təmizləyirsən, şükür Allah, indi pilkalar var, buranın ətin zadını götürür, qəşək dibdən dırnağını tutursan, olursan baxımlı da. Ki, baxımlıq nədir ki, baxımlı oran-buran şişirtməklə baxımlı olmaq demək deyil, bacı. Stroyna olursan, qaydasında olursan, gözəl olursan, qəşəng səliqəli geyinirsən, olursan baxımlı da. Ay ürəyim, insan, qadın istədiyin yanar o, yanığı gəlir. Qadın hər zaman istədiyin əldə eləyən məxluqdur. Mən elə düşünürəm. Biz bir şeyi istəyiriksə, onu hər zaman əldə etməyi bacarıq. Yetər ki, istəyək. Yetər ki, istəyək. Bəli, Əhmədlidəydim. Diyeta deyil, qızlar, diyeta saxlamırsan. Kiloyda pul lazımdır, mağazaya getməsiz. Kiloyda nədir, bacı? Aybisu, mənim ürəyim xəstədir, əməliyyat olmaz, amma qarnım var. Aşkım, qoşul zehin və bədənə arıqla. Niyə üzü qırışıq xanıma baxımsız deyirlər? Kim baxımsız dedi üzü qırış xanım? Ayrıyım, bax, hər şeyə pul tapırıq biz, hər şeyə. Hər şeyə gedirik, özümüzə indirimdən pal-paltar alırıq. Bu dəqiqə botoks neçədir? Üzün qırışından azad olmaq. 110 manatdır. Gedib siz botoks eləyə bilmirsiniz? Hə, kilo pulsuz deyil ki. Hə, düz deyirsən. Ay, sağ ol, düz deyirsən ürəyim. Gündə neçə dəfə yeyirsən? Nə qədər acıdım o qədər. Nə qədər acıdın o qədər ürəyim. Ödəniş nə qədərdir? Ödəniş 100 manatdır. Ödəniş 100 manatdır. Deyir, mağazaya pul tapır, ərzaqa. Əlbəttə ki, əgər pul tapırsansa onu da eləməlisən. Sizlə bağla, bacı, özün boyda evlatlarım var. Sizlə bağla. Sizlə bağla nədir, bacı? Vüsü elə bil dodağım tam əri. Ay ürəyim, dodağın əriməyib deyəndə ki, bacı qurban olsun. De, məndə necə əridir bə? Nə ilə arıqlayırsan? Deyək, qızlar, yuxarıdadır. Zehin və bədən. Qoşulursunuz zehin və bədənə. Bir ayın içində 10 kilo çəki atırsınız. Bir aya 10 kilo çəki. Bəli, qarın hissəvizdə arıqlayır, qollarımızda arıqlayır, sinəvizdə arıqlayır, çiynimiz arıqlayır, boğazınız arıqlayır. Ağzını tikmə, mən də deyirəm ki, ağzını tikmə, arıqla. Heç bir kökəlmə də vermir.
Necə olur? Necə olur? Onu zehin və bədən bilir də qızlar. Səhifəsinə keçid eləyin. Bax səhifəsi yuxarıdadır zehin və bədənin. Keçid eləyin səhifəsinə. Səhifəsinə göz atın, baxın. Əgər ki səhifəsi sizi qane etməsə, WhatsApp-a keçid eləyin. Gündəlik nəticələri sizə atsın. Əgər ki beynimizə yatsa qoşulun, arıqlayın. İnşallah ürəyim User, Allah ruzuvu yetirsin bacı. Xoş gəlmisiniz. Yaxşı, can, yaxşı günün olsun həyatım. Qiymətini içədi bacı. Bir ayı 100 manat ürəyim. Çox gözəl arıqlayacaqsınız. Gözəlliyinizə gözəllik, zərifliyinizə zəriflik qatın. Qızlar, qadınlar nə qədər incə olsa, bir o qədər yaxşıdır. Qadın incəliyi, gözəlliyi deməkdir. Yaşı daha da çox azaldır. Daha da çox gözəl görsədir sizi. Özgüvən hissini artırır. İstədiyiniz paltarı əynivizə geyinə bilirsiniz. Buradan pırt, buradan pırt, buradan pırt çıxmır. Çox gözəl olursunuz, stroyna olursunuz. 10 dəqiqə çıxacaqsansa gir. Hə, çox gözəl arıqlayırsınız, özünüzdən zövq alırsınız. Mahnılar sanki sizi üçün yazılıb, şeirlər yalnız sizi üçün oxunur. Özünüzü əsərin qəhrəmanı, romanın baş qəhrəmanı kimi hiss eləyirsiniz. Seriallardakı kino var ha, o baş qəhrəman. Valla mən eləyəm, mən biraz şeyəm, belə aşk qadınıyam da. Yəni mən elə hiss eləyirəm bacı. Bilmirəm siz necə, özgüvənim artır, özümü sevməyə başlayıram, özümü daha çox sevirəm. Elə bilirəm ki, dünyada ən gözəl qadın mənəm. O hissi bəxş eləyir sizə Aytaç xanım. Pisdir ki, hə? Hə, nə olub ki? Gələn baxam, yaxşı get. Hə, siz necə kilosuz? Mən neçə kiloyam? Mən